Vipasla Azərbaycan turumuz davam eləyir. Yenə əlimdə bir top araya gəlib çıxmışıq Ağdaş bazarına. Dünən səhər biz Qəbəldən çıxmamış soyuq, çiskinli əsl noyabr havası var idi. Biz də səhərləri dənələri Kenyadan gəlmiş, kofe içməmiş ayıla bilmirik. Burada təzə asılıb dedik bir dadına baxaq. Biz də yola çıxmamış özünüz üçün götürün, biz çox bəyəndik. Yolda nə yol 2 metr qabaq görünmür. Deməli əvvəlki videolarda iki fərqli izləyici ləkə heyvası haqqında yazıb. Yəni Ağdaş bazarına gəlməyimizin əsas səbəbi ləkə heyvasıdır. Bazarda da çox axtarmağa ehtiyac olmur. Burada bir satıcı deyir məndə var. Sonra yüksək dəqiqliklə heyvanı doğrayır. İzləyicinin biri yazmış ki, gəl Ağdaşa Ağdaş heyvasıya görə ağız dadı necə olur. Digəri yazmış ki, gəl Ağdaşa ləkə heyvasıya videon tutacaqdı. Mən də lazım olanları elədim, görə indi nə olur. Bu nurani insanın adı da Cümşüddür, halal olsun, çox gözəl ticarətçidir. Ağdaşdan işimizi bitirib gəldik Yevlağa və sizcə biz niyə Yevlağa hər tərəfdən gəlmişik, rəylərdə yazarsınız. Sonra gəlib çatırıq bazarın qabağına. Biz satana da biraz gec idi, bazarda heç kim qalmamışdı. Bazarda axtardığımızı tapa bilməyib Eldaroğlu'na gəlirik. İzləyici yazmış ki, qaqa gəl Yevlağa oranın peraşkisi niyə videon partlayacaq. Peraşkimizi də yedikdən sonra gedirik Kürün qırağına. Yevlağa gəlməyimizin ikinci səbəbi isə odur ki, izləyici yazıb ki, Yevlağa gəlib Kürün qırağında çay içib getmə. Biz də gəlib Kürün qırağında mayakda çayımızı içib məcbur getməli olduq, axşam olur. Çayımızı da içib çıxdıq Ləkə yoluna, üzü Qəbələyə yola düşdük. Sonra Şirvan gölü gördük, sonra köhnə xatirələr, sonra gün batımı və bizə yenə qalan gəzmək oldu.